Avropa Parlamentində Gürcüstanla bağlı hesabatın səsverməsi keçiriləcək. Hesabatı Avroparlamentari Rasa Yukneviç yeni təqdim edib. Sənəddə edilən düzəlişlərdən birinə əsasən, bəzi Avroparlamentarilər Gürcüstanın 3 televiziya kanalına, İMEDI TV, Post TV və Rustavi Oriya qarşı sanksiyaların tətbiqini tələb edirlər. Hesabatda Gürcü Arzusu Partiyası Avropa kursundan uzaqlaşmaqda ittiham olunur və partiya nümayəndələrinə qarşı fərdi sanksiyaların tətbiqi istənilir. Müxalifətin bir hissəsi bildirir ki, bu sənəd Gürcü arzusunun zərərli siyasətinin nəticəsidir. Hakim komanda isə hesab edir ki, Avropa Parlamentindən uzun müddətdir Gürcüstana qarşı hücumlar edilir və yeni sənədlərlə ekstremist proseslərin təşviqinə cəhd göstərilir. Serbiya prezidentinin Gürcüstana rəsmi səfəri çərçivəsində Serbiyanın birinci xanımı Tamara Vučići Gürcüstanın birinci xanımı Tamar Bagrationi qəbul edib. Mədəni proqram çərçivəsində onlar Qaxettidə olublar. Siğnai Tarix Etnografiya Muzeyini ziyarət edərək Gürcü incəsənət nümunələri ilə tanış olublar. Qonaqlar həmçinin Bodbe müqəddəs Nino Qadın monastırını da ziyarət ediblər. Vaşinqton hələlik İranla əldə olunmuş sülh sazişinin mətnini açıqlamayıb. ABŞ rəsmiləri bildirirlər ki, proses müəyyən ardıcılıqla həyata keçirilməlidir. ABŞ-ın vitse-prezidenti J.D. Vance qeyd edib ki, həm İran, həm də vasitəçi ölkələr Pakistan və Qətər bu məsələnin düzgün ardıcılıqla aparılmasını xahiş ediblər. Bununla belə Vance saziş mətninin gizli saxlanılmasının səbəblərini tam anlamadığını bildirib. Onun sözlərinə görə ABŞ və İran arasında danışıqlar uğursuz olsa belə Vaşinqton üçün strateji vəziyyət əlverişli olaraq qalacaq. Çünki Hörmüz boğazı açıq olacaq. İranın nüvə proqramına ciddi zərbə vurulub və regionda sabitliyin qorunması mümkün olacaq. ABŞ kəşfiyyat qurumları hesab edirlər ki, İran müharibə dövründə Hörmüz boğazına nəzarət vasitəsilə nə qədər böyük təsir imkanlarına malik olduğunu nümayiş etdirib və gələcəkdə də bu təzyiq alətindən istifadə edə bilər. Onların qiymətləndirməsinə görə, Təhran zərurət yarandıqda boğazda gəmi hərəkətini məhdudlaşdırmaq və ya tam dayandırmaq imkanına sahib olduğunu sübut edib. Mənbələr bildirirlər ki, bu vasitə İran üçün nüvə silahından daha güclü təsir mexanizmi hesab olunur və son müharibə Tehranın strateji yanaşmalarını əhəmiyyətli dərəcədə dəyişib. Almaniya kansleri Friedrich Merz Ukraynadakı müharibə ilə bağlı Avropa liderləri və ABŞ prezidentinin ortaq mövqe formalaşdırılmasını müsbət qiymətləndirib. Böyük Yeddilik samiti çərçivəsində keçirilən mətbuat konfransında Merz bildirib ki, liderlər növbəti addımları və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını ətraflı müzakirə ediblər. Onlar Ukraynaya dəstəyini daha da gücləndirilməsini və Rusiyanın danışıqlar masasına qayıtması üçün təzyiqin artırılması barədə razılığa gəliblər. Rusiyaya səfər etdiklərinə görə bir neçə Avroparlamentariyə qarşı sanksiya tətbiqi məsələsi Avropa Parlamentində müzakirə olunur. Onların arasında Lüksemburqlu deputat Fernand Kartayzer də var. O və digər şəxslər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etdiklərinə görə sanksiyalarla üzləşə bilərlər. Avropa Parlamentinin prezidenti Roberta Metsola məsələ ilə bağlı İntizam Komitəsində müraciət edib. Xüsusi diqqət Kartayzerin forumda təqdim etdiyi və Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin bərpası perspektivlərinə həsr olunmuş sənədə yönəldilib. Kutaisi Beynəlxalq Universiteti Kanadada fəaliyyət göstərən dünyanın aparıcı riyaziyyat tədqiqat mərkəzlərindən biri olan Fields Riyaziyyat Elmlər Araşdırma İnstitutu ilə əməkdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq universitetin beynəlxalq elmi və təhsil məkanına çıxış imkanlarını daha da genişləndirəcək. Saziş birgə elmi layihələrin həyata keçirilməsini, beynəlxalq konferansların, seminarların və təhsil tədbirlərinin təşkilini, həmçinin Gürcü tələbə və tədqiqatçıların beynəlxalq elmi ictimaiyyətlə daha sıx əməkdaşlığını nəzərdə tutur. 20-21 iyunda Batum şəhərində yay turizm mövsümü yay festivalı ilə rəsmi olaraq açılacaq. Festival Əlifba gülləsinin yaxınlığında keçiriləcək və girişi pulsuz olacaq. Festival ərazisi yay dekorasiyaları ilə bəzədiləcək, yerli və dəvət olunmuş musiqi qrupları çıxış edəcək. Həmçinin 150-yə yaxın sahibkarın əl işləri və məhsullarının təqdim olunacağı sərgi satış təşkil ediləcək. Festival boyunca ondan çox istirahət məkanı, kafe və bar qonaqlara yay menyusu təklif edəcək.
Torace Beynəlxalq Musiqi Festivalı davam edir. Rustavel Teatrında Van Cliburn Beynəlxalq Piano müsabiqəsinin qızıl medalçısı Aristo Şamın solo konserti keçirilib. Gənc pianoçu tamaşaçılar qarşısında Baxın, Chopinin və Brahmsın əsərlərini ifa edib. Konsert böyük maraqla qarşılanıb. Festival mayın 30-da açılıb. Bağlanış mərasimi isə 18 iyunda Opera və Balet Teatrında keçiriləcək.